Salam yoldaşlar, hər vaxtınız xeyir olsun. Sizinlə baxacağıq martın 15-i təşkil olunmuş BA və BB imtahanlarının bütün məntiq suallarına. Və siz bir-bir hamısını dinləyəcəksiniz və demək olar ki, ard-arda təşkil olunan imtahanlar bir-biri ilə oxşarlıq təşkil eləyir. Ona görə də siz bu suallara çox diqqətlə baxmalısınız. Növbəti videolarımız isə aprel qəbulları ilə bağlı olacaq. Videodan yorulanda fasilə verin və yaxud videonu iki yerə bölün, izləyin. Birinci sualımız Futoshiki sualıdır. Bilirsiniz ki, Futoshikiyə biz 1-dən 4-ə qədər ədədləri düzürük, amma böyük-kiçik işarələrinin tələblərinə riayət etməkdir. Baxın, bu xana aşağıdakı xanadan böyükdür. Bu xana da aşağıdakı xanadan böyükdür. Deməli, bu xanalar 1 ola bilməz. Bu xanada sağındakı xanadan böyükdür. Deməli, bu da 1 ola bilməz. Amma hər sütun və hər sətirdə 1 lazımdır axı. Ona görə bura yazırıq 1. Görək burada vəziyyət nədir? Baxın, bu xana solundakından böyükdür, 1 ola bilməz. Bu xana da yuxarıdakından böyükdür, o da 1 ola bilməz. Bu xana da 1 ola bilməz, çünki 1-dən böyük olmalıdır. Deməli, sətir üzrə B 1-ə bərabərdir. Sonra yoldaşlar, baxın sonuncu sətrə. Bax, bura 1 ola bilməz. Buna görə təkrarçılıq olmaz. Buna görə də bura 1 ola bilməz. Bu da 1 ola bilməz. Çünki nədənsə böyükdür. Deməli 1 olacaq. Bax bura. Sonuncu sütunun da birini tapaq. Bura 1 ola bilməz. Bura olmaz. Bura da olmaz. Olacaq bura. İndi burada nə ehtimal yaranır? 2-3 ehtimal yaranır. 1, 2, 3 ya 1, 2, 4 ya da 1, 3, 4. Gərək üçünü də sürətli şəkildə yoxlayasınız. 1, 3, 4 variantını yoxlayıram. Düz çıxsa digərlərini yoxlamayacağım. 4, 3, 1. Bura qaldı 2. Sonra 1 ilə 3-ü yazmışam. Qalıb 2 ilə 4. Axı 4 böyüdü 2-dən. Ona görə belə yazıram. 1 ilə 4-ü yazdım. Qaldı 3 ilə 2. Onda bura yazacağım 3. Böyükdür 2-dən. 3, 1, 2. Bura yazacağım 4'ü. Burada nə qaldı? 4 ilə 1 var. 3 ilə 2 yoxdur. 2 olan sütuna 3 yazacağım. Təkrarçılıq olmasın. Bura 2. Sütun boyunca 1, 4, 2 var. Yoxdur 3. Sətir boyunca da 1, 2, 3 var. Yoxdur 4. Yoldaşlar deməli A-nı tapdıq 2. A 2'dir. B-ni tapdıq 1. C-ni tapdıq. Hanı? C-ni tapdıq. Deməli C-ni görmürəm. Hə, C 4'dür və D-ni də tapdıq 1. Bəzi yoldaşların ilk sualı bu olur. Müəllim B də 1, D də 1 ola bilər. Əlbəttə ola bilər. Şərtdə bütün hərflərin bir-birindən fərqli olduğu vurğulanıbmı? Xeyr. Deməli ola bilər. İndi bu 2, 1, 4 və 1-i yerinə qoyaraq hansı bəndlərin düz, hansı bəndlərin yanlış olduğunu tapacaqsınız. Məsələn, A nədir? 2. 2 çıx 1 eləyir 1. 1-dən də çıxırıq 4'ü. Çünki 4'ü 1-ə böləndə 4 eləyir axı. Mənfi 3. Mənfi 3 mənfi 2-dən böyükdür. Xeyr. Deməli 1 səhvdir. 1 səhvdirsə avtomatik 3 variant getdi. Deməli bir dənə 5-dən 6-ya baxmağımız kifayət eləyir. Baxın A ilə B-nin fərqi 2 ilə 1-in fərqi 1 bölünsün. C ilə D-nin nisbətinə. C-ni D-yə böləndə 4 eləyir. 1 böl 4, 4'də 1. 0-dan böyükdür. Bəli, böyükdür. Deməli, cavab A variantı. 2, 3, 5. Növbəti sualımız. 72. Deyil 1 ilə 2-nin qanuna uyğunluqları eynidir. 3 ilə də 4'ün. Gəlin baxaq. Birinci sətrin qanuna uyğunluğu. Deməli, 3 gəlib, 2 çıxıb. Yenə 3 gəlib, 2 çıxıb. Axıra kimi eyni gedir. Aşağıda isə 3'ə vurub, 2'yə bölüb. Deməli, ədədləri eyni saxlayıb, üstə gəlib, vur eləyib, çıxmanı da böl eləyib. 12-dən 14'ə 2 gəlib, burada da 3 çıxıb. Üstə gəlib vurma eləyirdi. Deməli, bu olacaq vur 2. Bu da olacaq böl 3.
Vur 2 bölü 3. Vur 2 90 bölü 3 60. Vur 2 o 60 bölü 3 20 ve bu axıra kimi düz gedir. Cavab D variantı. Növbəti sualımız 73-cü sual. Çox rahat, şifahi bir sualdır. Bunun əslində həlli qaydası nədir? A vur B 35'dir. B vur C 42'dir. A vur C də 30'dur. Və yoldaşlar biz bunların iki tənliyi bir-birinə vurub üçüncüyə bölüb rahatlıqla hərflərdən birini tapıb yerinə qoyub digərlərini də tapa bilərik. Amma nümunə bu qədər rahat olanda şahid hesablaya bilərik. A-nı B-yə vuranda 35 eləyirsə bu 5 vur 7-dir. B-ni C-yə vuranda 42 eləyirsə bu 7 vur 6-dır. A-nı C-yə də vuranda 30 eləyirsə bu da 5 vur 6-dır. Sadəcası ədədlərimiz 5, 6 və 7-dir. Ona görə 5, 6 və 7-ni toplayırıq. Cavab 18 eləyir. C variantı keçirik 74-cü suala. Yoldaşlar bilirsiniz ki, Dövlət İmtahan Mərkəzinin qəbul suallarını təxminən 1 ildən artıq müddətdir. Məndən başqa heç kim çəkib YouTube-a qoymur. Çünki onlar üçün əlçatan deyil. Və biz sizin üçün bu belə deyək də işi icra edirik, sualları sizlər üçün yadda saxlayıb tələbələrimiz bizə bildirirlər. Biz də onları Word-də yığırıq. Sonra PDF kimi paylaşıb izahlarını da YouTube-a qoyuruq və kifayət qədər böyük bir məsuliyyəti və əziyyəti öz üstümüzə götürürük. Ümid edirəm ki, bu sizin üçün faydalıdır və siz də bunu çox yüksək səviyyədə dəyərləndirirsiniz. Hər zaman şərhləriniz, xoş sözləriniz bizim üçün çox motivasiya mənbəyi və işləmə eşqi yaradır. Və bütün yeni sual tiplərini, bütün qəbul suallarını ilk olaraq bizim səhifəmizdə görmüsünüz və inşallah bu ənənəni sona qədər davam etdirəcəyik. İndi isə məşhur kum sualı. 74-cü sual. Sualda nə deyir? Gəlin baxaq. Deyir ki, bu sual ümumiyyətlə nəzərinizə çatdırım. Təxminən bir 10-12-ci dəfədir bəlkə də imtahanlara düşür. Bütün sonuncu imtahanlarda yer alır. Deyir, eyni kubun iki müxtəlif rakursdan görüntüsünü görürsünüz. Yoldaşlar, kubun üstündə bir dənə D hərfi var. Onda biz kubu atanda D hərfinin gəlmə ehtimalı 6'da 1'dir. 2 dənə N hərfi var. Onda N-nın gəlmə ehtimalı 6'da 2'dir. 3 dənə də Ə hərfi var. Ənin də gəlmə ehtimalı 6'da 3'dür. Bu ehtimalları kubun üzlərinə baxaraq qərarlaşdırırsınız. Ondan sonra gedib sözlərin ehtimallarını tapırsınız. Baxın, ənənə sözünün ehtimalını hesablasaq, Ə hərfinin ehtimalı 6'da 3'dür. 6'da 3. Vur, N-nın ehtimalı 6'da 2. Yenə Ənin ehtimalı 6'da 3. Yenə N-nın ehtimalı 6'da 2. Yenə Ənin ehtimalı 6'da 3. Və bu da eləyir 6 üstü 5'də 108. Mən bunu qıraqdan yazacağım ki, çaşmayaq. Birinci sözün ehtimalı oldu 6 üstü 5'də 108. Kanalımda bununla bağlı başqa video izah da mövcuddur. İkincini hesablayırıq. Nənə sözünün ehtimalı. N-nın ehtimalı 6'da 2'dir. Olacaq 6'da 2. Ənin ehtimalı da 6'da 3. 6'da 2 vur 6'da 3. Yenə 6'da 2 vur 6'da 3. Bu da eləyir yoldaşlar. İkincinin də ehtimalı olur. 6 üstü 4'də 2 vur 3 vur 2 vur 3 eləyir 36. İndi üçüncünün ehtimalı tapacaq. Dən sözünün ehtimalı. D 6'da 1'dir. Ə 6'da 3'dür. N da 6'da 2'dir. Bu da eləyəcək 6 üstü 3'də 1 vur 2 vur 3 eləyir 6. Və nəhayət dördüncünün ehtimalını hesablayırıq. Ədəd sözünün ehtimalı. Ənin ehtimalı 6'da 3'dür. D-nın ehtimalı 6'da 1'dir. Yenə 6'da 3, yenə 6'da 1. Bu da eləyir 6 üstü 4'də 9. Yoldaşlar, necə rahat olar bizə bunların üzərində hesablama əməlləri aparsa? Mən sağ tərəfi silirəm. Çünki bizdən xüsusi tapşırıqlar ən sonda görün nə istəyir.
Deyir 2 ən böyük olan ehtimalların cəminin 2 ən kiçik ehtimalın cəminə nisbətini tapın. Bunları ortaq məxrəcə gətirsən və 6 üstü 4, 6 üstü 4. Gəlin bunu da 6 üstü 4-ə gətirək. Onda həm aşağını, həm yuxarını 6-ya bölməliyik. O zaman birinci ehtimalımız olacaq 6 üstü 4-də, elə bilin aşağını 6-ya böldüm. Yuxarını da bölürəm, eləyir 18. İkinci ehtimal elə olduğu kimi qalsın. 6 üstü 4'te 36. Üçüncü ehtimal. Bakın 6 üstü 3'tü. 6 üstü 4'e getirmeliyim ki hamısı 6 üstü 4 olsun. Onda bunu eləmək Eləmək olar 6 üstü 4'te elə bilin ki aşağını 6'ya vurdum. Onda yuxarını da 6'ya vurmalıyım. 36. Dördüncü ehtimalda elə 6 üstü 4'te 9. İndi yoldaşlar bu 4 dənə ədədin 2 ən böyük olan ehtimalını necə tapmaq olar? Məxrəcləri bərabər olan kəsirlərdən sürətləri böyük olan böyükdür. Onda 6 üstü 4'də 36 ilə 6 üstü 4'də 36'nı toplayıram. Bu da eləyir 6 üstü 4'də 72. Və onları bölürəm 2 ən kiçiyinin cəminə. Yəni 6 üstü 4'də 9 ilə 6 üstü 4'də 18'in cəminə. İndi fikir verin, alınır. 6 üstü 4'te 72 vurulsun. Bilirsiniz də kəsiri tərsinə böləndə kəsiri tərsinəyə vururlar. 6 üstü 4'te 27 eləyir. Ona görə yazıram 6 üstü 4 bölü 27. Bunlar ixtisar gedir. 72 ilə də 27 9'a ixtisar gedir. Yuxarıda 8 qalır, aşağıda 3. İndi siz bu sualda biraz kəsirləri falan görüb qorxa bilərsiniz. Amma əmin olun ki, mənim bu videonun altına pin eləyəcəyim ehtimal sualını bir daha dinləsəz, %100 siz bu sualı imtahanda yazacaqsınız və hər dəfə də kəsirlər bax belə çətin formada düşmür. Ona görə mütləq cəhd eləyin öyrənməyə. Çünki hər imtahan bir sual budur. İndi 75-ci suala baxırıq. Söhbət gedir tərəzi sualından. Yoldaşlar, deməli 2 dənə kvadrat dairəyə bərabərdir. Onda biz aşağıda dairəni silib, yerinə 2 dənə kvadrat yaza bilərik. Düzdür? Kvadratın biri ilə bir ixtisar gedir. Kvadrat bərabər olur 2 dənə 3 bucaq. Biz bu variantla görürük ki, ciddi bir iş görmədik. Nəsə əlavə bir şey tapa bilmədik. Onda nə edə bilərik? Tərəf-tərəfə də toplaya bilərik. Onu da yoxlayaq. Olacaq nə? Kvadrat, kvadrat, dairə, bərabərdir dairə, kvadrat, üçbucaq və üçbucaq. Beləliklə dairə, dairəni, kvadrat da kvadrata aparır, yenə eyni şey alır. Bəlkə bunu yerinə qoyaq, yoxlayaq. Məsələn, kvadratın yerinə 2 dənə üçbucaq qoyaq. Dairənin yerinə nə qoymaq olar? Dairənin də yerinə 2 dənə kvadrat qoymaq olar. Onda elə avtomatik cavab çıxdı ki, doğru cavab D variantıdır. Növbəti suala keçirik. Hissələrin birləşərək fiqur əmələ gətirilməsi. Tələbələrimiz, əyani və onlayn dərslərdə iştirak edən tələbələrimiz bununla bağlı çox maraqlı bir ipucu. Deyərdim, sualın bug'ını məndən eşidiblər dərsdə və imtahanda onu çox rahatlıqla həll edə bilirlər. İndi sizə bu sualı normal qaydalar çərçivəsində açıqlayayım. Baxın, D variantında gördüyümüz fiqurlar B variantındakını bir-birinə birləşdirəndə uzun bir düzbucaqlı əmələ gəlir. Yəni, baxın, bu D variantındakı fiqur olsun. Bu da B variantındakı fiqur. A variantındakı fiqur budursa, Y variantındakı fiqur da budur. Deməli, artıq qalan fiqur C variantıdır. Keçirik 77-ci suala. Hərflərin fərqli-fərqli rəqəmləri göstərdiyi və sıfır olmadığı nümunəyə baxın deyir. K vur K eldir. Təbii ki, 1 vur 1 verə bilməz. Çünki onlar fərqli rəqəmləri göstərir. Ola bilər 2 vur 2 4 olsun. Ya da 3 vur 3 9 olsun. Təbii ki, 9'u sonra yenidən nəysə vuranda tək rəqəmlərdə də alınmaz.
Onda nədir? 2 vur 2, 4. El 4-dürsə, 4-ü də təzədən 2-yə vururuq. 8. 8-dən də el 4-dür. Çıxanda eləyir elə cavab 4. C variantı. Növbəti sual 78-ci sual. Yoldaşlar, saatın əqrəbini tapmaqla bağlı bilirsiniz ki, asan bir düstur vermişəm sizə. Ucaq bərabərdir modulda 11 vurulsun dəqiqə, çıxılsın 60 vurulsun saat, bölünsün 2. Düzdür? Biz 20-30'u yaza bilərik 08-30 kimi. Hamı razıdır da bundan. Çünki 08-30 səhər, 20-30 axşam saatıdır. Amma siz hər ikisində divardakı saata baxanda eyni bucağı görürsünüz. O zaman daha rahat olsun deyə 12 çıxa biləndə çıxmaq məsləhətdir. Bucaq bərabərdir. 11 vurulsun dəqiqə, dəqiqəsi də 30'dur. Çıx 60 vurulsun saat, saat da 8'dir. Böl 2. 480, 330 bir-birindən çıxanda eləyir 150. Mənfini nəzərə almayın. 150-ni də 2-yə böləndə eləyir 75 dərəcə. 79-cu suala baxırıq. Kublar mövzusu. Görürsünüz, kublara nə qədər önəm verirlər və 2 dənə sual salırlar. Yoldaşlar, ayla 2 dənə nöqtə olan üz qarşılıqlı üzlərdə. Onlar eyni anda görünə bilməz. Ona görə Y variantı gedir və A variantı gedir. Bu pəncərəyə oxşayan üzlə Y hərfinə oxşayan üzdə qarşılıqlıdır. Ona görə B variantı da gedir. Və bu soldakı dairə ilə sağdakı X da qarşılıqlıdır. Ona görə D variantı da gedir. Və siz çox rahatlıqla cavabın C olduğunu görürsünüz. Video çox uzun olmasın deyə 2 yerə bölmə ehtimalım da var yoldaşlar. İrəliyən dəqiqələrdə qərar verəcəm. 2 video kimi də bunu sizə təqdim edə bilərəm. Mütləq ikisinə də baxın, çünki hər bir sual tipi növbəti imtahanda yenidən istifadə oluna bilər və yaxud oxşarı salına bilər. Yoldaşlar, bax, deyir ki, bu sual da bizə təkrar sualdır. Keçmiş qəbullarda olub və bütün tələbələrin bu sualın izahını da görüb, ev tapşırığı kimi də testlərin arasında işləyiblər və rahatlıqla imtahanda da cavabı tapıblar. 8 namizəd 5 vakant yer üçün müraciət edir. Meteoroloq, hidroloq, qlasioloq, kimyaçı, proqramçı, mikrobiyoloq, biyoloq və torpaqşünas. Bu 5-i haqqında aşağıdakılar məlumdur. Deyir, əgər biyoloq işə qəbul olunubsa, onda mikrobiyoloq da qəbul edilməyib. Biyoloq qəbul edildiyindən mikrobiyoloq qəbul edilməyib. Fikir verin, buradakı bəndlər mənə hələ lazım deyil. Və aşağı baxın. Deyir, əgər biyoloq vakant yerə təyin olunsa, onda hansı cavab variantındakı mütləq doğru olur? Biyoloq işə qəbul edilsə, onda mikrobiyoloq işə qəbul edilmir. Onda 8 namizəddən artıq mikrobiyoloqu silə bilərik. O işə qəbul edilmir. Və 5 vakant yerdə də biri biyoloqdur. Mənə ikincisi, üçüncüsü, dördüncüsü və beşincisi də lazımdır. Deyir ki, burada qlasioloq və hidroloqdan biri işə qəbul edilir. Ya qlasioloq, ya hidroloq. İkisindən biri işə qəbul edilir. Burada da qeyd olunub ki, əgər hidroloq işə qəbul edilsə, onda mikrobiyoloq və proqramçı da işə qəbul edilməlidir. Yoldaşlar, mikrobiyoloqu siyahıdan çıxartdıq. İndi mikrobiyoloqu necə işə qəbul edeyim, hidroloq qəbul edilsə? Onda belə çıxır ki, heç hidroloqu da işə götürə bilməyəcəm. Çünki hidroloqu işə götürsəm, məcburam ki, mikrobiyoloqu da götürüm. Burada da deyir ki, qlasioloq və hidroloqdan biri mütləq işə qəbul edilməlidir. Deməli, hidroloq işə qəbul edilə bilmirsə, məcburam ki, qlasioloqu götürüm. Böyük ehtimalla çoxunuz qlasioloq sözünün mənasını bilmirsiniz. Buzlaqlar, onların əriməsi və su ehtiyatları ilə məşğul olan şəxsin adıdır qlasioloq. Sonra nə var burada? Deyir ki, görək artıq cavabı verə bilirikmi? Bəli, D variantı. Qlasioloq vakant yerlərə təyin olunub. Çox rahat, əla. Elə ikinci bənddə tapdıq.
Növbəti sualımız da çox rahatdır. 81-ci sual. Burada deməli üstünə 2 gəlib, sonra 2-yə vurub, yenə üstünə 2 gəlib, sonra yenə 2-yə vurub, yenə üstünə 2 gəlib, yenə 2-yə vurub 36, yenə üstünə 2 gələcək 38. Cavab Y variantı. Keçirəm 82-ci suala. 15 və 8-in nəticəsini 21 verir. Yoldaşlar 21'in içində fikir verin 8 2 dəfə yerləşir. Yəni 8'i 2'ye vurub 16 eləyib. Üstünə də 15'in 3'də 1'ini gəlib. Yəni 5 gəlib, cavab 21 eləyib. Elə bilin sol tərəfdəki ifadəni, yəni A-nı bölüb 3'ə, sağdakı ifadəni də vurub 2'yə və sonra toplayıb. Kifayət qədər çətin testi. Onda cavab olacaq 40 plus 6, 46. 83-cü sualda hamının jackpot sual kimi dəyərləndirdiyi etibar, baxın eti, bu barın hərflərini qatıb qoyuram bura, olur etibar, sonrası da olur barama. İki söz yaranır burada. D və cavab elə D variantı. Etibar, barama. Digərlərində məsələn tutaq ki, etimad olur, amma madama sözü yoxdur məsələn. Hər birinə diqqətlə baxmalısınız. Bəzən elə olacaq ki, siz sözlərdən birinin mənasını bilməyəcəksiniz, amma yenə də doğru cavabı tapa biləcəksiniz. 84-cü suala baxırıq. Bu sualda şəkildə neçə düzbucaqlı var deyir və bilirsiniz ki, mənim bu sual tipi ilə bağlı çox sadə bir yanaşmam var. İçini nömrələyirəm. 1, 2, 3, 4, 5, 6. Digər hissələri niyə nömrələmədim? Onlar qapalı deyil. Deməli 1, 2, 3, 4, 5, 6 elə 6 fiqurun hər biri düzbucaqlıdır. Baxın 1 ilə 2 bir-birinə birləşir, uzunsov bir düzbucaqlı verir. Sonra 1 ilə 4, 2 ilə 3, 4 ilə 3, 4 ilə 5, sonra 4 ilə 6, bundan əlavə 1, 4, 6 və 5, 4, 3 uzun düzbucaqlılar. Həmçinin 1, 2, 3, 4'ü də qiymətləndirmək olar. 1, 2, 3, 4. Beləliklə 6, 7, 8, 9 və 6 dənə də burada. 15 dənə düzbucaqlı var. 85-ci sual. Biz dərslərimizdə də tez-tez vurğuluyuruq ki, analogiya suallarında həmişə üzbəyüz baxmaq lazım deyil. Bəzən alt-alta da həll ola bilir. Dərin, dayaz antonimdilər. Enli, dar antonimdilər. Cavab Y variantı. 86-cı sualın da birə-bir eynisi mənim dərsliyimdə yer alıb. Hətta fiqurların rənginə qədər demək olar ki, eynidir. Baxın, burada 4 dairə var, sonra 3, sonra 2. Dairələr bir vahid azalır, kvadratlar da bir vahid artır. Bu qədər sadə. 2 dairə, sonra 1 olub, sonra olacaq 0. Onda bu getdi, bu getdi, bu getdi. Kvadratlar da 0 idi, 1'di, indi 2 olacaq. Cavab Y variantı. Yoldaşlar, mən imtahan asan idi, çətin idi məsələlərinə girmək istəmirəm. Çünki bu biraz individual yanaşmadır. Çətindir deyib sizə təsəlli vermək də peşəkarlıq olmaz. Asandır deyib sizi qıcıqlandırmaq da peşəkarlıq olmaz. Mənim fikrimcə bu imtahanda 3-4 samballı suala çıxsaq, yerdə qalan çox ciddi çətin sual yox idi. Çətin suallar adətən sonluqlardadır bu suallarda. Burada 92-ci sual, 95, 98 və 99 kimi suallar çətindir. Amma mən düşünürəm ki, siz indi məndən onların izahını işləndə deyəcəksiniz ki, aha, bunu imtahanda yazmaq olardı. Mən bu videonu 86-cı sualda saxlamaq istəyirəm. Amma sizə şiddətlə tövsiyə edirəm ki, 87-dən 100-ə kimi də suallarımızın izahına part 2-də baxasınız. Burada çox samballı bir şəkil sualı, heç vaxt istifadə olunmayan bir yenilik. Yəni, əslində bu sahib perimetr sualı hamımıza tanışdır. Amma bu sahib perimetr sualının içində
Elə bir variant əl atıblar ki, bunu tələbələrin 99% həll edə bilməyib. İndi məndən dinləyəcəksiniz və rahatlıqla tapacaqsınız. Çətin bir mətni ard-arda düzmə nümunəsi də görəcəksiniz. Qəşəng samballı bir mətn təhlili nümunəsi daha və imtahanın ən çətin suallarından biri olan bir məsələ. Bunların hamısının izahı ikinci videoda olacaq. İmtahanda hamınıza uğurlar arzulayıram və sizə imtahana gedənə kimi bütün qəbul videolarımıza baxmağınızı tövsiyə edirəm. Salamat qalın, növbəti videoda görüşərik.